Hərdən mənim özümə deyirlər ki, sənin söhbətinə qulaq asanda xoşumuz gəlir. Ona görə ki, sən çox aydın hər şeyi açıb təhlil eləyib ortaya qoyursan, səndən daha rahat başa düşürük. Hərdən mən öz-özümə deyirəm ki, bəlkə mən səhv eləyirəm bu işi görməkdə. Bəlkə mən səhv eləyirəm bu işi görməkdə ki, insanlara əgər hər şeyi axıra qədər başa salsın, onlara düşünmə imkanı vermirsən. Bəlkə elə biraz üstü örtülü danışsın daha yaxşıdır. Daha yaxşı nəticə əldə eləyərlər. Çünki görürəm, mənə çox suallar verilir, hərdən elə bilirlər ki, mən özümdən bir neçə dənə misal deyirəm ki, yəni bu təcrübədən əldə olunan misaldır. Bəziləri elə bilir ki, mən narahat oldum, deyirlər, deyəsən narahat oldunuz, bağışlayın. Mən özümə görə narahat olmuram. Mən görürəm ki, bir dəqiqə düşünsə özü cavabını tapar. Düşünmür, dərhal zəng eləyir. İnandırım sizi ki, 90% suallar ki, bizə ünvanlanır, çoxsu görürsən ki, savadsızlıqdır.